Salam uşaqlar, hər vaxtınız xeyir. Biz sizinlə bugün isim haqqında danışacağıq. Dedik, isim əsas hissələrindən biridir və əşyanın adını bildirən kim, nə, hara suallarından birinə cavab verən əsas hissəsinə isim deyilir. İsimin deməli ümumi qrammatik mənası nə oldu? Əşyanın adını bildirmək. Və isimlərin bir sıra səciyyəvi xüsusiyyətləri var ki, onlardan biri konkret və mücərrəd olurlar. Konkret və mücərrəd olması. 2. Ümumi və xüsusi isim olması. 3. Tək, cəm, toplu olması. 4. Hallanması. 5. Mənsubiyyətə görə dəyişməsi. Mənsubiyyətə görə dəyişməsi. 6. Xəbərli şəkilçisi qəbul etməsi. Xəbərli şəkilçisi qəbul edərək dəyişməsi. Daha doğrusu xəbərli şəkilçisi qəbul etməsi. Bu nə oldu? İsmin səciyyəvi xüsusiyyətləri. Konkret və mücərrəd isimlərdən danışaq. Konkret isimlər nədir? Uşaqlar, konkret isimlər gözlə görünən bilə, əllə toxunulması mümkün olan, şəklini çəkə bildiyimiz maddi varlıqlara deyilir. Məsələn, deyirəm kitab, deyirəm dəftər, ağac, kol, hava, külək. Deyirsiniz ki, hava və külək də konkret isimdir. Bəli, hiss eləyirik də, əllə vurduqda toxunuruq. Əlimizdən havanı da, küləyi də hiss eləyirik. Ona görə hava və külək də nədir? Konkret isimlərdir. Mücərrəd isimlər isə nə gözdən görə bilmirik, nə əllə toxuna bilmirik, nə də şəklini çəkə bilmədiyimiz maddi varlıqlardır. Məsələn, deyirik yuxu, xəyal, fikir. Fikir, xəyal, yuxu, bunların şəklini çəkə bilirik. Görürük necə bir şeydir? Yox. Deyəcəksiniz, mənim yuxunu yatıb görürük də, yuxunun məhfumunun özündən söhbət gedir, özündən. Sonra fikir dedik, xəyal dedik, arzu, istək və s. Bunlar nədir? Bunlar da mücərrəd isimlərdir. Bəzi isimlər var ki, onlar həm mücərrəd, bir mənası mücərrəd, bir mənası da konkretlik bildirir. Məsələn, burada atalıq sözü yazaq, atalıq. Atalıq, analıq, bacılıq, qardaşlıq bu sözlərin hər biri bura daxildir. Bir də saat sözünü yazaq. Atalıq hiss, duyğu mənasında deyir, onun atalıq hissi baş qaldırmışdı. Hiss, duyğu mənasında, yəni atalıq hissi. Bu mənada olacaq mücərrəd, atalığı gəldi. Yəni insan, Allah uzaq eləsin, ögey ata mənasında olduqda isə konkret isim olacaq. Saat, zaman mənasında. Məsələn, 5 saat qalıb, 6 saat qalıb, zaman mənasında olanda mücərrəd olacaq. Amma qolumuza taxdığımız, divara taxdığımız və yaxud zəngli saat mənasında olduqda isə konkret isim rolunda çıxış etmiş olacaq. Sonra xüsusi və ümumi isimlər haqqında danışaq. Xüsusi isimlər eyni cinsli əşyaları bir-birinə fərqləndirmək üçün onlara verilən addır. Məsələn, deyək ki, 10 dənə qadın, hər biri qadın cinsinə aiddir. Qadın, qadın, qadın. Bunların bir-birinə fərqləndirmək üçün nə adları veririk? Hərəsinə xüsusi ad veririk. Məsələn, Xəyalə, Gülnarə, Çimnaz, Aynur, Aynurə, Gülnarə və s. Bunları bir-birinə fərqləndirmək üçün verdiyimiz adlardır və bunlara nə deyirik? Xüsusi adlar deyirik. Məsələn, çaylar, çoxlu çay var. O çayları bir-birinə fərqləndirmək üçün çaylara xüsusi ad veririk. Ölkələr var. Ölkələri bir-birinə fərqləndirmək üçün onlara xüsusi ad veririk. Görürsünüz, eyni cinsi əşyaları bir-birinə fərqləndirir. Ümumi isimlər isə eyni cinsi əşyaların adını bildirir. Yəni insan, qız, oğlan, kişi, qadın, çay, göl, dəniz və s. Bunlar da ümumi isimlər sayılır. Sonra xüsusi isimlərin yadda saxlayın ki, nə amonimlik, nə sinonimlik, nə də antonimlik olmur. Yəni xüsusi isimlərdə, məsələn, bir dənə xüsusi isim bizə verər, Aynur. Aynur sözünü verər. Deyər bu sözün amonimi var və yaxud sinonimi var və yaxud antonimliyi var. Məsələn, arzu sözünü götürək, arzu. Arzu sözünü deyirsiniz ki, müəllim, arzu eləmək nəyəsə xəyal, bir də kişi olaraq, qadın adı olaraq amonim götürülür. Yox. Dedik axı, xüsusi isimlər amonimli, sinonimli, antonimli olmayacaq. Sonra bəzi ümumi isimlər var ki, xüsusi isim kimi də işlənir. Bəzi xüsusi isimlər var ki, ümumi isim kimi də işlənir. Yəni, bu kimi hallar mövcuddur. Sonra tək və cəm isimlərdən danışacağıq. Tək isimlər nədir?
Kəmiyyət baxımından tək olan isimlərə deyilir. Yəni ümumiyyətlə kəmiyyət baxımından isimlər ya təkdə olacaq, ya da cəmdə olacaq. Tək olan isimlərə, yəni bir dənə olan isimlərə tək isimlər deyilir. Onları cəmləndirmək üçünsə həmin isimlərin sonuna lar-lər şəkilçisi artırırıq. Lar-lər cəm şəkilçisidir və qrammatik şəkilçisidir. Məsələn, deyirəm ki, dəftər. Görürsünüz, bir dənə dəftərdir, təkdədir. Bir də var deyirəm, dəftərlər. Lər şəkilçisini qəbul elədi, cəmdə oldu. Ev isimdir, təkdədir, lər şəkilçisini qəbul etdim, evlər cəmdə yarandı. Deməli, cəm isimləri düzəltmək üçün nə edirik? Tək isimlərin sonuna lar-lər qrammatik şəkilçisini, kəmiyyət şəkilçisini əlavə edirik. Sonra bəzi isimlər də var ki, onlar topluluq bildirir. Yəni cəm şəkilçisi qəbul etmədən. Baxın, tək isimlər fərqlidir, cəm isimlər fərqlidir, toplu isimlər fərqlidir. Bəzi isimlər cəm şəkilçisi qəbul etmədən topluluq bildirəcək. Necə? Yəni onların məzmununda topluluq var. Məzmunca topluluq bildirir. Deyirik əhali. Əhali deyirik. Cəmaət deyirik. İlxı. Sürü. Ordu, dəstə, qoşun, alay, sonra qrup, bölük və s. Bunların görürsünüz, məzmununda çoxluluq var, topluluq bildirir. Əhali nədir? Çoxlu insanlara, cəmaət çoxlu insanlara, ilxı, atın çoxlu olduğu yerə, yəni bir atdan yox, çoxlu atdan, sürü qoyunun çox olduğu, orduda çoxlu əskər olur, dəstədə çoxlu insan olur, qoşunda da həmçinin, qrupda çoxlu uşaq olur, bölükdə çoxlu əskər olur və s. Bunlar toplu isimlərimiz sayıldı. Və toplu isimlərimiz kəmiyyət baxımından tək isimlərdir. Niyə görə tək isimlər? Baxın, məzmununda bunların cəmlilik var, məzmununda. Amma bunlara lar-lər şəkilçisini qəbul etdirsək, deyərik, cəm isimdir. Yenə deyirəm, tək anlayışı, tək olmaq başqa ifadədir, cəm olmaq başqa şeydir, toplu olmaq başqa şeydir. Məzmununda topluluq olan isimlərə toplu isimlər deyirik. Və bu toplu isimlərə cəm şəkilçisi artırsaq, onlar da cəmlənə bilirlər. Məsələn, qoşun sözünə, qoşunlar, qoşunlar, qoşun. Deməli, toplu ismi, lar şəkilçisini qəbul etdi, qoşunlar sözünü yaratdı. Yəni, cəmdə olan sözü yaratdı. Bir dənə bu toplu isimlərdən əhalidir, əhali, cəmaət, bir də ictimaiyyət. İctimaiyyət sözləridir ki, toplu isimlərdir ki, cəm şəkilçisini qəbul etmir. Yəni, bunlara lar-lər şəkilçisini artırsaq, qəbul etməyəcəklər. Qalan bütün toplu isimlərə lar-lər şəkilçisini qəbul edib, yenidən cəm isim yarada bilərik. Sonra danışacağıq mənsubiyyət şəkilçilərindən. Deməli, mənsubiyyət şəkilçilərindən. Mənsubiyyət şəkilçiləri nədir? Mənsubiyyət şəkilçiləri əşyanın hansı şəxsə mənsub olduğunu bildirir. Yəni, mənə mənsubdur, sənə mənsubdur, bizə mənsubdur. Mənsubiyyət şəkilçisi nədir? Əşyanın hansı şəxsə mənsub olduğunu bildirdi. Və birinci şəxs tək və cəm, ikinci şəxs tək və cəm, üçüncü şəxs tək və cəmin mənsubiyyət şəkilçiləri var. Tək və cəm. Birinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ın-4 və m şəkilçiləridir. Məsələn, deyirəm, kitab deməyək, ağac deyək. Ağacım, mənim ağacım. Görürsünüz, nə oldu burada? Mənsubiyyət oldu. Ağac birinci şəxs, mənə mənsubdur. İkinci şəxsdə, birinci şəxsin cəmində ımız +4 və yaxud mız +4, ağacımız sözü. Sonra ikinci şəxsin təkinin mənsubiyyəti ın-4 və yaxud n şəkilçisi ağacın, gördünüz, ağacın, yəni sənin ağacın, cəminin isə ınız +4 və yaxud nız +4 ağac, ınız.
Ağacınız, sizin ağacınız. Üçüncü şəxsin təkinin mənsubiyyəti I üstü 4 və S üstü 4-dür. Məsələn, deyirəm ki, ağacı, onun ağacı. Cəmi isə yenə I üstü 4, S üstü 4 şəkilçisidir. Ağacı. Baxın, onun ağacı və yaxud onların ağacı. Deməli, üçüncü şəxsin təkində onun ağacı eyni şəkilçidir. Onun ağacı və yaxud onların ağacı. Cəmdə də, təkdə də eyni şəkilçini qəbul etdi. Sadəcə əvvəlində hansı şəxs əvəzliyi varsa, ona əsasən deyəcəyik ki, üçüncü şəxsin təkidir, yoxsa cəmidir. Onun ağacı olanda üçüncü şəxsin təki, onların ağacı olanda isə üçüncü şəxsin cəmindən söhbət gedəcək. Sonra şəxs xəbəri şəkilçilərindən danışaq. İsimlər cümlədə xəbər vəzifəsində çıxış etmək üçün, yəni xəbər olmaq üçün şəxs xəbərli şəkilçiləri qəbul edirlər. Yəni şəxs şəkilçiləri qəbul edirlər. İsim cümlədə xəbər olması üçün şəxs şəkilçisini qəbul etməlidir. Buna görə də biz həmin şəkilçilərə nə deyəcəyik? Xəbərli şəkilçilər deyəcəyik. Xəbərli şəkilçilər. Gəlin baxaq görək xəbərli şəkilçiləri hansılardır? Birinci şəxsin. Yenə birinci şəxs, ikinci şəxs və üçüncü şəxs. Tək və cəm. Birinci şəxsin təkinin şəkilçisi aməm şəkilçisidir. Məsələn, deyirəm ki, müəllim, müəlliməm. Görürsünüz, müəlliməm. Söhbət məndən gedir. Müəlliməm. Birinci şəxsin təkinin şəkilçisi nə oldu? Am üstü 4 şəkilçisi, yəni am əm şəkilçisi. Sonra cəminin şəkilçisi I üstü 4. I üstü 4 şəkilçisidir. Məsələn, deyirik ki, müəllimik, müəllimik. Bu ıq bəzəndə ıç şəklində də olur. Müəllimik. Bax, görürsünüz, ıç üstü 4. Müəllimik. Sonra ikinci şəxsin təkinin şəkilçisi. San, sən şəkilçisi. San, sən şəkilçisi. Məsələn, müəllim, sən. Görürsən, sən müəllim, sən. İkinci şəxsin cəminin isə sınız. Sınız. Sınız üstü 4. Müəllim, siniz. Müəllimsiniz. Siz müəllimsiniz. Üçüncü şəxsin təkinin xəbərli şəkilçisi dır. Dır üstü 4. Və cəminin şəkilçisi dır. Dır üstü 4 və lar-lər şəkilçisi. Məsələn, deyirəm ki, müəllimdir. Müəllimdir. Üçüncü şəxsin təkində olacaq. Yəni, o müəllimdir. Bir də müəllimdir. Müəllimdirlər şəklində də üçüncü şəxsin cəmini düzəldirik. Uşaqlar, burada dırdır şəkilçisinə baxın, nəzər yetirin. Dırdır şəkilçisi demişdik, həm qrammatik, həm leksik şəkilçisidir. Xəbərli şəkilçisi kimi çıxış edikdə qrammatik şəkilçi olacaq. Və rahat tapılma yolunu sizə demişdim ki, sözdən sonra maqmək şəkilçisini artırın. Maqmək şəkilçisini götürürsə söz, yəni belə bir məzmunlu sözümüz varsa, orada leksik şəkilçidir. Götürmədiyi təqdirdə qrammatik şəkilçidir. Baxın, müəllimdirmək. Müəllimdirmək alınmadığına görə buradakı dırdıra şəxs xəbərli şəkilçisi deyirik və qrammatik şəkilçisi deyirik. Amma oxutdur sözündə, oxutdur sözünə maq artıraq, oxutdurmaq. Görürsünüz, oxutdur sözündə durdan sonra maq artırıq götürdüyünə görə orada durdur nədir? Leksik şəkilçidir. İsimin bu hissələrindən də bu qədər məncə kifayətdir.